Qarabağın oyunlarına çox baxıram və həzz alıram. Düzdür, mən futbolu çox sevirəm. Yalnız Juventusun oyunlarına baxıram və İtaliya yığma komandasına baxıram. Amma son illər həqiqətən də Qurban müəllim orada, nəinki Qurban müəllim, tək Qurban müəllim yox. Qurban müəllim və onun bütün kollektiv komandası o qədər işlər görürlər ki, yəni büdcəyə uyğun nə cür oyunçular tapırlar. Bu ildə Qarabağın oyunlarından həzz alırıq və bütün oyunlara baxıram çalışdığım qədər və Qarabağ Ajax oyunu var. Düşünürəm ki, dünyada baxsaq, dünyada 3-4 dənə məktəb var ki, orada elə oyunçular çıxır ki, dünyanın ən yaxşı komandalarında oynayırlar. Bu komandalardan biri Ajax'dır, Benfica'dır, sonra Porto'dur. Buradan elə bir necə deyirlər, oyunçular yetişdirib çıxartırlar ki, məktəbləri çox güclüdür. Ajax'da həm məşqçi dəyişikliyi var, həm komandanın necə deyirlər ki, dirək oyunçuları olmadığına görə komandanın oyunu dağın formasındadır və artıq qələbələr qazana bilmir deyə və mən düşünürəm ki, sözsüz ki, asan komanda Çempionlar Liqasında oynamır. Qarabağ komandası qalib gələcək. Bunu söz olaraq demirəm ki, Rafael. Yəni mən elə düşünürəm. Ya heç-heçə də ola bilər. Yəni qələbəni Qarabağda görürəm və düşünürəm ki, Qarabağ həmən bizim o stadionumuzda bizim Azərbaycan xalqını sevindirəcək. Sözsüz ki, gedib komandamıza dəstək olacağam və bütün azarkeşləri, bütün futbol sevərləri, sevməyənləri də o oyuna çağırıram. Şəhrəddinlə münasibətim yaxşıdır. Hətta arada sıra görüşürük, çay içirik, dərdləşirik. Şəhrəddini çox istəyirəm. Sonra bütün komanda, Saşitada, Medina demək olar ki, çox şeylər, düzdür, bütün bizim yəni ki, oyuncularımız superdir, mən sevirəm. Tural Bayramovdur, Emin Cəfərquliyev, maşallah olsun, son zamanlar çox sürətlidir, top atıb qaçmağı falan. Tural da çıxdığı oyunları, baxmayaraq ki, Zamendə olsa belə, çıxdığı oyunlarda öz sözünü deyir və çalışır ki, fərqlənsin. Şahrüddin Azərbaycan dili sən öyrətməmisən? Yox, öyrətməmişəm. Amma ki, komandamız əladır və düşünürəm ki, bizə zaman lazımdır. Kim fikirləşərdi ki, 10 il, 12 il bundan qabaq Qarabağ Çempionlar Liqasında tanınmış top klublara baş ağrı olacaq. Heç kim deyə bilməzdi. Ona görə mən düşünürəm ki, Azərbaycanda futbol var.